Səna xanım, ağır bir itkidən sonra özünüzü toparlamaq və belə bir işə imza atmaq artıq təqdirə layiqdir. Sizə rahatlıqla güclü qadın demək olar. Sizcə bəs güclü qadın nə deməkdir? Bu bir məcburiyyətdir, yoxsa seçimdir? Xoşbəxt qadın olmaq var ikən niyə lazımdır güclü qadın olmaq? Səna xanım, çörək və şirniyyat sadəcə bir məhsuldur, yoxsa bir evdir? Bizim o 8 kvadratlıq mağazamızda o isti münasibəti görürlər, necə deyim, gözəl xidməti görürlər. Belə bir bizim şüarımız da var da, analarımızın əli dəymiş kimi. Evimiz kimi yanaşdığımız hər bir məsələdə mənə elə gəlir ki, o isti ocaq effektini verir də, belə deyək. Bir həyat yoldaşını itirmiş qadın olaraq çox çətinliklər görmüsünüz bu son illərdə. Sizi izləyən həyat yoldaşını itirmiş qadınlara burada bu podkast vasitəsilə nə deyə bilərdiniz? Doğru bildiyiniz yolda addımlayın. Kənarda deyilənlərə qulağınızı kar eləyirsiniz. Həyat bizə yaşatdığı bütün sürprizlərə rəğmən çox gözəldir. Biz bunu yaşamalıydıq, yaşadıq və davam etməliyik. Hər vaxtınız xeyir olsun. Bu gün növbəti Ava Story podkastının çəkilişini edirik. Bu gün bizim qonağımız Oxlov Çörək və Şirniyyat evinin təsisçisi, Azərbaycanda qadın sahibkarı Sona xanım Abbasovadır qonağımız. Xoş gəlmisiniz Sona Xoş xanım. gördük. Sizi burada görməyə çox şad oldum. Təşəkkür edirəm. Necə Mən sizə hiss təşəkkür edirsiniz? edirəm dəvətiniz üçün. Çox gözəl, çox yaxşı. Bizim üçün bugün çox maraqlıdır ki, Oxlov brendinin hekayəsini dinləmək. Bu ideya, sahibkarlıq ruhu çoxdan var idi, yoxsa həyatın keşməkeşli yolları sizi sahibkar olmağa vadar etdi? Oxlov brendinin belə deyək də tarixçəsi hələ ki yenidir. 1 il bundan əvvələ dayanır. Belə deyək də bazarda elə yeniyik. Amma buna baxmayaraq düşünürəm ki, 1 il ərzində artıq kifayət qədər böyük bir kütləyə çıxa bilmişik. Kifayət qədər belə deyək müştəri bazamız var. Daha çox insana əl çatan ola bilmişik və ideyanı soruşanda ki, var idi. Xeyr, mənim yəni sahəm ümumiyyətlə bişinti, düşüntü sahəsi heç vaxt olmayıb. Özüm ixtisasca ingilis dili müəlliməsiyəm. İllərlə müəllim işləmişəm. Daha sonra Gənclər Mərkəzinin icraçı direktoru olmuşam. Daha sonra ondan sonra artıq belə deyək də profilimi dəyişib, artıq marketinq analitik kimi bir neçə ildir ki, fəaliyyət göstərirdim. Sadəcə olaraq bizim belə deyək də genetik olaraq hamımız biş-düşü sevən insanlarıq nəsillicə. Bir Azərbaycanlı Bir olaraq. Azərbaycanlı olaraq təbii ki, biz ümumiyyətlə mətbəxi sevən belə deyək də ailə olmuşuq hər zaman və anamın, xalamın, özümün, yəni ailə üzvlərimizin əl əməyinə, əl dadına arxayın olaraq bu yola baş qoydum, amma belə deyək, sizə onu da qeyd edeyim ki, çox da ciddi yanaşmırdım 1 il bundan öncə. Sadəcə olaraq əlavə iş yeri kimi açdıq ki, əlavə gəlir yerdə, çünki 2 dənə uşaq böyüdürəm və s. və ilaxır. Amma bir müddətdən sonra bir də gördüm ki, mən artıq ərizə yazıram işdən çıxmağa. Özümü bütövlüklə belə deyək də Oxlov sahəsinə, yəni sırf kulinariya, mətbəx bu sahəyə vermişəm və düşünürəm ki, çox doğru bir addım olur. Çünki mən artıq özümü burada tapmışam. Və o zamana kimi hələ siz dövlət işində işləyirdiniz, demək. Dövlət işi deyildi, özəl sektor idi. Orada Amma çalışırdınız. Axırıncı iş yerim belə deyək də, orada marketinq analitik kimi çalışmışam və bəlkə də o yığdığım təcrübələrin nəticəsidir ki, hal-hazırda biz Oxlov olaraq belə deyək, uğur qazana bilirik. Nə gözəl, uğurlarınız daim olsun. Təşəkkür edirəm. Sona xanım, ağır bir itkidən sonra özünüzü toparlamaq və belə bir işə imza atmaq artıq təqdirə layiqdir. Sizə rahatlıqla güclü qadın demək olar. Sizcə bəs güclü qadın nə deməkdir? Bu bir məcburiyyətdir, yoxsa seçimdir? Bilirsiniz Gülər xanım, güclü qadın olmaq bir belə deyək, məcburiyyətdir. Bu bir seçim deyil. Niyə görə mən bunu sizə deyirəm və hətta bu sual dəfələrlə bizə verilir ki, güclü qadın olmaq, məsələn bu məsələlərdə niyə güclü qadın olmalıyıq ki biz? Qadın məncə güclü qadın olmaq prinsipi ilə yaşamamalıdır ki, mən güclü olmalıyam və s. və ilaxır. Biz niyə güclü olmağa çalışırıq? Qadın yaradılışı, fitrəti güclü olmaqdan ötürü deyil.
Qadın xoşbəxt olmalıdır. Qadın necə deyim, hər zaman belə deyək də bir günəş kimi parlamalıdır. Biz niyə axı özümüzə onu yükləyirik ki, biz gücü? Bəli, məcburiyyətdən yaşadığımız həyatın belə deyək şərtləri var ki, biz onların qarşısında, qədərimizin qarşısında boynumuz qıldan incə olduğu üçün biz bu yolu özümüzə belə də yol edinmişik istəmsizcəsinə. Heç bir qadın həyat yoldaşının sevimli xanımı olmaq, yəni onu daha üstün tutar, nəinki getsin həyatda çətinliklərlə cəbəlləşsin. Sadəcə olaraq bizim əlimizdə olmayan belə deyək də qədərimiz var ki, o bizi üçün ömür yolu biçilib və biz bunu yaşamaq məcburiyyətindəyik. Və heç bir halda mən qəbul eləmirəm qadınların məsələn arasında belə bir söhbətlərin məsələn məşhurlaşmasını, populyarlaşmasını. Ola bilər bəlkə burdan kimsə baxar, deyər ki, yox bu nədir falan filan. Bunu yaşamış bir insan olaraq deyirəm ki, xoşbəxt qadın olmaq var ikən niyə lazımdır güclü qadın olmaq? Məncə də qadın xoşbəxt olmalıdır. Qadın xoşbəxt olmalıdır. Qadın öz evində, öz mətbəxində təbii ki, işləməlisən, cəmiyyət içində də qadın faydalıdır, Bəli, qadın lazımlıdır. öz qazancı olmalıdır. Mütləq şəkildə. Bunların hamısı, məsələn, mən 2 evlad böyüdürəm, 2 oğul övladı böyüdürəm, düzdürmü? Mən oğlanlarım da, evladlarım da görürlər ki, mən hər zaman işləyirəm. Təbii ki, mən onu onlara da aşılayıram ki, gələcəkdə sizin həyat yoldaşlarınız da hər hansısa bir iş qurmaq istəyəndə və yaxud da ki, işləyəndə onların qarşısında bir bariyer qoymasınlar. Çünki heç birimiz biz sabahımızdan sığortalanmamışıq. Bəli. Ən birinci qadınlara nə verilməlidir? Təhsil. Mütləq şəkildə təhsil ən birinci bizim öncəliyimiz olmalıdır. Mən günü bu gün öz təhsilimin, öz təcrübəmin çörəyini yeyirəm. Hər şeydən əvvəl isə həyat yoldaşımın çörəyini yeyirəm. Mənə elə gəlir ki, bu hər qadına da qismət olmur. Həqiqətən. Yəni ər çörəyi deyilən bir Bəli. məsəl var da el arasında. Mənə elə gəlir ki, hər bir kəs ər çörəyi, hər bir qadın, hər bir qız, hər bir qız uşağı onu özünə arzulamalıdır. Məncə də arzulamalıdır, amma çox doğru vurğuladınız ki, qadın nə qədər ər çörəyi yesə, yəni kişi evə qazanc gəlsə də qadın sağlam öz ayağı üstündə dayanmağı bacarmalıdır. Çünki çox doğru vurğuladınız. Bilmir sabahı necə Heç bir olacaq şeydən həyatı. biz sığortalanmamışıq, bəli. Həyat bizi hara aparacaq bilmir. Ona görə qadın təhsil almalıdır, öz işini qurmalıdır, işləməlidir. Nə qədər evdə ər çörəyi də isə sağlam olması üçün öz qazancı da olmalıdır. Bir də mən bilirsiz nə deyirəm, təhsilli qadın, öz ayaqları üzərində dura bilən qadın gələcək deməkdir. Çünki evlad böyüdür, uşaq böyüdür, övlad tərbiyə eləyir, oğul böyüdürsən, qız böyüdürsən. Ana obrazı Bəli. nə qədər güclü olsa, Bəli. sənin gələcəyin də deməli, yəni bizim gələcəyimiz zaten bizim evladlarımızdır, Bəli, düzdürmü? bəli. Yəni Azərbaycanın gələcəyi, bu vətənin gələcəyi də sağlam əllərdə olmalıdır. O sağlam evladları da yetişdirən biz analarıq. Bəli. Çünki ana evin təməlidir. Bəli, Yəni bəli. qadın evin təməlidir. Həqiqətən. Uşaq anaya baxır, onu təkrarlayır. Ataya baxıb təkrarlamır. Ana nə qədər güclüdürsə, nə qədər yəni sağlamdırsa, uşaq da sağlam irəliləyəcək. Bir oğlan uşağı ki görsə ki, anası gözünü açanda anası işləyib, bacarıb, gələcəkdə də öz xanımına o şəraiti yaradacaq. Amma evdə görsə ki, yox, ana işləməyən, evdə oturan, düzdür, evdə oturan xanımlarımız da var və biz ona hörmətlə yanaşırıq. Əlbəttə. Amma yəni qadın sağlam olması üçün öz ayağı üzərində durmağı bacarmalıdır. Amma güclü olmaq mən də sevmirəm öz adıma güclü o sözü heç sevmirəm. Biz Qadın zəriflik, Bəli, biz necə zərif deyim, məxluq. incəlik, Biz zərif qadın məxluq, xoşbəxtlik mənə elə gəlir ki, rəmzidir. Ona görə də həyatın bütün keşməkeşləri olsun, enişi olsun, yoxuşu olsun, çətinlikləri olsun, fitrət olaraq bəli biz güclü ola bilərik. Niyə görə bu sözü deyirəm? Məsələn, hər hansısa bir kişinin, qadının fizioloji gücü təbii ki, eyni tərəziyə qoyula bilməz. Amma mental olaraq götürəndə qadınlar məsələn hər zaman o kişiləri də o durumdan toparlayırlar, hər hansısa bir mental çöküşü olanda və s. Bəli, və bəli, qadınlar duruma o dəqiqə, yəni evin qadını, evin xanımı Həqiqətən. duruma əl atanda Düzdür. artıq belə deyək də hər O bir ay- şey balansa salmaq Həqiqətən. mümkündür. Həqiqətən çox gözəl, doğru vurğuladınız. Qadın onu bacarmalıdır, o balansı qurmağı bacarmalıdır. Sona xanım, Azərbaycanda qadın sahibkar olmaq sizcə üstünlükdür, yoxsa əlavə maneə?
Ümumiyyətlə Azərbaycanda sahibkar olaraq hansı çətinliklər var? Maliyyə çətinlikləri, psixoloji yük, yoxsa cəmiyyətin gözləntiləri? Çünki cəmiyyət də bizə baskı edir. Əslində bu verdiyiniz sual çox belə deyim, çox şaxəlidir. Yəni çox aspektdən baxsaq, digər aspektlərdən baxsaq, hərəsinə bir cür cavab vermək olar. Maneədirmi? Bəli, maneədir qadın sahibkarlara. Niyə görə? Çünki sahibkarlar içində neçə faiz qadın sahibkar var? Çox az bir hissəsini Əlbəttə. təşkil eləyir, düzdürmü? İkinci məsələ, rastlaşdığımız məsələ bürokratik məsələlərdir. Bunları belə deyək də aşmaq həm fiziki, həm mental olaraq insandan zehin güc tələb eləyir. Bəzən psixoloji insan çöküntü yaşayır. Bəzən deyirsən ki, pes edirsən. Türklər demiş ki, artıq mənlik deyil, yetər, gedərəm belə deyək də maaşlı işimdə yenidən Bəli, işləyərəm və s. və ilaxır. Xarakter məsələsi də burada öz sözünü deyir. Məsələn, insan var ki, yaşadığı çətinliklər artıq o adamı belə deyək də çökdürür və artıq davam etmə gücü görmür özündə. Amma insan da var, şəxsən mən özüm eləyəm. Mən heç bir halda, heç bir kəsin, heç bir çətinliyin qarşısında onu həzm eləyə bilmərəm ki, mən bunu bacarmadım. Prinsipiallıq girir artıq burada Uduzmağı ortaya, başa sevmirsiniz. düşürsüz? Hə. Yəni nəinki bu şəxsi həyatda da aiddir, ailəyə də aiddir, nə bilim sosial ictimai həyatda da aiddir. Ümumiyyətlə insan uduzmağı sevməli deyil. İnsan yalnız və yalnız bayaq qeyd elədiyimiz kimi qədər məsələsində uduza Bəli, bilir. bəli. Zaten biz bizə yazılandan artığını nə yaşaya bilirik, nə yeyə bilirik. Amma ki niyə görə də əgər məndə bu bacarıq, məndə bu potensial varsa, mən bu qədər illər təhsil almışam, mən bu qədər illər təcrübə yığmışam ki, hər hansısa bir çətinlikdən mən dərhal pesmi edim. Belə deyək də, mən o dəqiqə əlimi salım belə, Təslim olum. deyim ki, təslim olum ki, vəssalam, bu ilə də həyat bitdi. Xeyr, həyat zaten mübarizədir. Biz zaten doğulandan mübarizə eləyirik. Baxın, bağçaya gedirik, mübarizədəyik orada, digər uşaqlarla rəqabətdə. Məktəbə başlayırıq, orada da mən ondan daha yaxşı oxuyum, nə bilim, mən daha çox bal yığım, mən dərsə daha yaxşı cavab verim. Universitetə giririk, rəqabətdir. Bəli. Kimin uşağı girdi, Sağlam mən niyə rəqabət. görə? Sağlam rəqabət, əlbəttə ki. Nə ki təhsillə, öyrənməklə bağlıdırsa, bunların hamısı sağlam rəqabətdir. Dəqiq. Daha sonra gedirsən ən yaxşı işdə işləməyə, məsələn, atıram, dövlət qurumlarında işləmək üçün və yaxud da ki, digər imtahanlar verirsən və yaxud da ki, hansısa bir belə deyək də seminarlardan keçirsən və s. və ilaxır. Bunlar hamısı nədir? Mübarizə. İnsan ailə həyatı qurur. Kim deyə bilər ki, mənim ailə həyatımda hər şey rəvandır? Heç bir kəsin həyatında hər şey belə deyək də su kimi belə axıcı deyil. Çox Hamının maneələr həyatında. Bu hətta bəzən bir neçə dəfə internetdə də qabağıma çıxıb ki, kasıbların həyatında belə olur, varlıların həyatında heç bir problem olmur. Elə şey yoxdur. Çətinlik hər bir kəsin belə deyək də Kasıba qədəridir. varlığa baxın. Əlbəttə, bəs nə? Hər kəsin, hər təbəqənin özünə görə çətinliyi Mütləq var. şəkildə. Yəni bəzən insanlar var ki, həddindən artıq çox zəngindirlər, amma Allah Subhanahu taala onlara elə bir dərd verib ki, insan durumuna şükür eləyir ki, min şükür bu günümə. Yəni onu həyat mübarizədir. Fərqi yoxdur. Kimliyindən asılı olmayaraq, düşdüyün durumdan asılı olmayaraq biz bu həyatdan daim mübarizə içindəyik. Pəs Və etmədən mübarizə. təslim olmaq lazım deyil. Təslim olduğun təqdirdə artıq insan gücünü itirmiş olursan, xəyallarını itirmiş olursan, arzularını, məqsədlərini itirmiş olursan. Mənə məsələn çönüb desəz ki, Sona xanım, bu bir ildə sizdə o qədərmi rəvan gedib? Mən sizə oturub danışsam ki, mən hansı çətinliklərdən keçmişəm, məni necə incidiblər, mən necə incinmişəm. Hətta elə olub ki, getmişəm evə, mənim evimin önündədir bizim mağazamız, Bəli. belə deyək. Mən girmişəm içəri, hönkürtü ilə ağlamışam, üzümü gözümü yumuşam, silmişəm, təzədən gəlmişəm müştərimin önündə. Çünki mən ona xidmət göstərirəm. Çünki mənim çörəyim mənim işimdən keçir. Və bu boyda əziyyətin bəhrəsini mütləq nə vaxtsa biz görməliyik. Çünki mən ona inanıram ki, mən bu əziyyətləri əbəs yerə yaşamamışam. Həm şəxsi həyatımda, həm iş həyatında. Yəni mən bu qədər imtahandan keçdim. Bunun mükafatı olmayacaq. Əlbəttə olacaq. Bunun mükafatı mütləq şəkildə Mütləq, olmalıdır. mütləq. O da mənim səbrimin nəticəsi olacaq. Səbrimin, əzmimin, mübarizəmin, bəli, həqiqətən. mütləq şəkildə. Yaradan kim mübarizə aparır, onu hər zaman Bəli. mükafatlandırır. Amma yarı yolda buraxıb təslim olanda, uduzmağı seçəndə
həmin şəxsin də işləri alınmır həqiqətən. Mübarizə Bir də aparmaq. siz bir məsələ var. Məsələn, insan var ki, qabağına hər hansısa bir belə deyək də plan cizir ki, bunu eləyəcəm. Eləmirsə də bir 10 ildən, 15 ildən sonra qayıdır o kaşkilərə ki, kaş ki eləyəydim. Baxın, o kaşkiləri yaşamamaq üçün biz günü bu gündə nə özümüz üçün arzulayırıqsa, nə planlayırıqsa, onu həyata keçirtməliyik. Məncə də həqiqətən. Uğurlu və yaxud da ki, uğursuz. Məsələn, buradan belə bir sual çıxır. Sizin bundan əvvəlki uğursuzluq hekayəniz varmı? Var. Əlbəttə. Siz danışdınız, mən özüm Bəli, uğursuzluq hekayəm sizdə olub, əlbəttə, olub, məndə olub və digər insanların hər birimizdə Hər olub. Məsələn, mən çox Pes böyük bir etmədən. o söz ona gəlir. Çox böyük bir məbləğdə mən belə deyək də bir işi batırmışam da, belə deyək, bazar dilində batırmışam. Onda belə mənim valideynim, uşaqlar falan deyirlər ki, mama, bəs sən necə toparlanacaqsan da? İnanın, bir dəfə olsun mən ona görə heyfsilənmədim. Çünki insan deyir, ruzun dalınca qaçmamalıdır. Ruzu sən elə eləməsən ki, ruzu sənin dalınca qaçsın. Aha, bəli. Sən dünya harasında olursansa, ruzu səni gəlib tapacaq. Əgər mən bu gün qurduğum işdə uğursuz olmuşamsa, müəyyən bir məbləğ itirmişəmsə, bu deməkdir ki, mən uğursuz insanam. Bu deməkdir ki, sən bundan dərs çıxartmalısan. Bəli. Növbəti addımında artıq bu səhvlərə yol Əsas verməməlisən. bacarmalıyıq o dərsi çıxartmaq. Bəs nə, əlbəttə. Amma o dərsi çıxartmadan davam etsək, biz uğursuz hekayələrimiz bizim davam Mütləq. edəcək. Həqiqətən belə. Hər bir uğursuzluğun içində bir uğur yatır. Uğura aparır daha doğrusu. Bəli, Uğura həmin aparan yol bir bizi yol uğura var. aparır, Bəli, həqiqətən. mütləq. Daim uğurlarınız olsun. Çox sağ Siz danışdıqca mən də özüm xatırlayıram ki, mən özüm qida sektorunda məşğul olmuşam. 1-2 il məşğul oldum, amma elə bir pandemiya dönəmi oldu, o işimi saxlayası oldum. Və bu günləri dayanıb düşünəndə heyfsilənirəm ki, kaş mən o işi davam edərdim. Yəni, amma düzdür, o iş olmadı, demə başqa bir işlər var imiş. Amma hər bir işin həqiqətən çox çətinlikləri var. Heç də asan deyil. Bu günlərim Oxlov kimi balaca bir yer açmaq, çörək bişirmək, şirniyyat bişirmək, bunlar heç də asan deyil. Mən bilirəm ki, bunun arxa tərəfində, o deyir, backgroundında sizi çox özünüzlə qalıb göz yaşlarınız da ola bilər, çətinliyiniz də ola bilər və neyniyim, necə edim suallar da ola bilər, amma dayanmadan irəli gedəndə onun bəhrəsi də gözəl olacaq həqiqətən. Sona xanım, çörək və şirniyyat sadəcə bir məhsuldur, yoxsa bir evdir? Yəni insanlar ora öz evləri üçün gəlir, yoxsa orada bir gizli bir hansısa bir ruh mu var? Özləri hiss edirlərmi ki, bura bizim yerimizdir, bura bizim məkanımızdır? Bir isti aura olmalıdır orada. Sizcə elədirmi? Təbii ki, elədir. Baxın, bir var ki, siz gördüyünüz işə iş kimi yanaşırsınız. Bir də var ki, yəni sırf commercialda belə deyim, maddi bəli. tərəfindən finans olaraq yanaşırsınız. Bir də var ki, siz orada özünüzü tapırsınızsa, gördüyünüz işdə, ora artıq sizin evinizə çevrilir. Mən hər zaman qeyd edirəm ki, özünüzü evinizdə hiss eləmədiyiniz iş yerində işləməyin. Bəli. Çünki biz günümüzün demək olar ki, daha çox hissəsini iş yoldaşlarımızla və iş yerimizdə keçirdirik. Düzdürmü? Bəli, Hamı bəli. səhər tezdən ayılırıq, əl üzümüzü yuyuruq, evdən çıxırıq, bir də axşam saat 6-dan sonra da, yəni Bəli, normal iş qrafiki olaraq. Demək ki, ora bizim evimiz olmalıdır. Evimiz kimi yanaşdığımız hər bir məsələdə mənə elə gəlir ki, o isti ocaq effektini verir də, belə deyək. İsti ocaq olsun, nə bilim, dədə-baba ocağı deyirlər, ana ocağı deyirlər, ata ocağı deyirlər. Yəni o şeyi bizə mütləq şəkildə ötürməliyik. Və mən düşünürəm ki, mənim əməkdaşlarım, daha doğrusu bizim ailəmiz, Oxlov ailəmizin içindəki olan xanımlar, hamısı mənim ailə üzvlərimdir. İçlərində belə deyək də, qohum olmayanlar da var, amma onlar mənim üçün belə deyək də, həqiqətən də doğmadan doğmadılar. Gələn müştərilər gəlirlər bizim o 8 kvadratlıq mağazamızda o isti münasibəti görürlər, necə deyim, gözəl xidməti görürlər. Belə bir bizim şüarımız da var da, analarımızın əli dəymiş kimi. Analarımızın əli dəymiş ki, necə hər kəsə öz anasının bişirdiyi yemək çox dadsız belə olsa, kənardakılar üçün, hər bir insana öz anasının bişirdiyi yemək çox dadlı və əzizdir. Yəni bu kodlaşmış bir şeydir, bilmirəm nədir. Yəni o belə deyək də, qarşımıza çox dadsız bir yeməyi də qoysalar, bizim üçün o dünyada ən gözəl nemətdir də. Hə, və insanlara da həmin o xidməti mənə elə gəlir ki, biz artıq çatdıra bilmişik. Hətta mən sizə deyərdim ki, 1 il ərzində mən o balaca 8 kvadratlıq mağazada çox böyük kütləyə çıxmışam.
çox böyük restoran şəbəkələrindən, çox böyük restoranı olan adamlar belə Təklif gəlir. təkliflər çox Nə gəlir, gözəl. həddindən artıq əməkdaşlıq və sair və ilaxır. Və hətta mən çox böyük bir şeflərin də belə deyim də alqışını almışam. O Ay, nə mənim üçün gözəl. başqa bir şeydir. Onlar həqiqətən də mənə deyirlər ki, sən həqiqətən də hal-hazırda doğru işi qurmusan və doğru yürüdürsən də belə deyək, işi düzgün aparırsan. O mənim üçün o qədər gözəl bir belə deyək də motivasiyadır ki, mən bunun işin peşəkarlarından bu cürünə geri Geri dönüş dönüş. alıramsa, demək ki, mən həqiqətən də doğru yoldayam. Ay, nə gözəl. Varmı daimi müştəriniz? Daimi müştərilərimiz 1 ildir ki, biz dekabrın 3-ü fəaliyyətə başlamışıq. Bir iliniz oldu Bu il artıq. 1 ilimiz oldu bizim. Təbrik edirəm Çox sizi. sağ olun, təşəkkür eləyirəm. 1 ildir ki, daimi müştərilərimiz də var. Daimi müştəridən əlavə yeni müştərilərimiz də gəlirlər. Əsas məsələ o müştəriləri saxlayan nədir? Keyfiyyət. Mən az qazana bilərəm. Mən az qazanaram, razıyam. Amma mən müştərimi itirə bilmərəm. Məsələn, bəzən olur ki, biz 100 nəfərin 100-ünü də bəyəndirə bilmərik də məhsul. Bəli, bəli. 95-i bəyənsə 5-i mütləq şəkildə orada neqativ bir şey deyəcək. Bu normaldır. Çox maraqlısı isə odur ki, bizdə müştərilərdə mən əl çatanam deyənə, Oxlovun təsisçisi olaraq. Məsələn, siz hansısa bir restorana gedəndə, mən orada nəsə bir nöqsan görəndə yemi, mən onu məsələn heç vaxt bildirmirəm. Gərək elə bir qlobal bir problem olsun ki, mən onu Bəli, ora bəli. müdiriyyətinə çatdırım. Bəli. Bizdə ən xırda qüsuru belə yazırlar mənə. Çox Gözəl. maraqlıdır Çünki göz həqiqətən. önündəsiniz. Birbaşa belə deyək də müştərilər mənim öz şəxsi səhifəm olsun, yəni böyük bir səhifəm var orada və yaxud da ki Oxlovun öz səhifəsi olsun. Orada məsələn yazırlar ki, Sona xanımla biz danışmaq istəyirik bəzi məsələləri. Məsələn, uşaqlar yönləndirirlər ki, hə buyurun, orada artıq mən keçirəm də belə deyək icraata. Xırda detalı belə müştərim mənə çatdırır ki, filan qüsur var idi sizdə. Əslində bu çox gözəl bir şeydir. Bəs nə? Çünki niyə görə? Mən bu sektorda olmamışam heç vaxt, düzdürmü? Mən bu sektorda yeniyəm. Mən nə qədər uğurlu olsam da, mən mütləq şəkildə o nöqsanların üzərində işləməsəm, mənim uğurum daimi olmayacaq. Həqiqətən. O hər zaman belə bir sloqan var. Müştəri Hər zaman haqlıdır. hə, haqlıdır. Mən əslində o ilə də razı deyil. Yəni hər zaman düzdür, amma Mən əslində onu illərdir ki, bizim cəmiyyətə bunu belə indi burada marketoloqlar, nə bilim də təlimçilər mənə bəlkə linçləyəcəklər, amma mən sizinlə razı deyiləm o ideya ilə bağlı. Müştəri həmişə haqlıdır deyə bir şey yoxdur. Çünki müştəri fərqli-fərqli psixologiyada olan müştərilər var. Mən əgər öz məhsuluma arxayınamsa, mən əgər ortalığa keyfiyyətli məhsul çıxardıramsa, öz-üzə güvənib. bəli. Bravo. Mən əgər ortaya keyfiyyətli məhsul çıxardıramsa, keyfiyyətli məhsulun qiyməti mütləq şəkildə çox aşağı olmamalıdır. Çünki bunun maya dəyəri məsələsi Bəli, var. bəli. Mən atıram belə deyək də məsəl deyirəm sizə. 5 manatlıq da məhsul ala bilirsən, satış üçün 2 manatlıq da ala bilirsən. Əgər mən 5 manatlıq məhsulu alıramsa, satışa xidmət verirəmsə o 5 manatlıq məhsulla, təbii ki, mənim qiymətim aşağı ola bilməz. Və mənim məhsulum da keyfiyyətli olduğu üçün sən hər yoldan keçən gəlib mənim məhsulumu irad bildirə bilməz. Öz ağız dadına görə ki, filan şeyini belə eləmisiniz, filan şeyi pisdir və yaxud da ki, sənə görə pis olan bir şey 99 nəfərə görə xoş ola bilər. Bu o demək deyil ki, sən haqlısan. Başa düşürsüz? Belə məsələlər var. Hə, belə məsələlər Bunu var. özgüvənlə ifadə etməniz çox gözəl bir Mən şeydir həqiqətən. ümumiyyətlə hə, bilirsiz insan əgər doğru bir yoldasansa, doğru bildiyin yolu tutmusansa, mənə elə gəlir ki, orada artıq o kənardan deyilənlər, sən iradları qəbul eləməlisən, tənqidləri qəbul eləməlisən. Amma onların hamısını ələkdən keçirtmək lazımdır. Hansı ələkdə ilişib qalacaq, hansı isə belə deyək də ələkdən keçəcək. Aha. Məsələ orasındadır. Onu mütləq şəkildə, yəni hər deyilən şeydə Filtrdən haqlı, eləmək mütləq lazımdır. şəkildə onu filtrdən keçirmək lazımdır, analiz eləmək lazımdır ki, bu həqiqətən də belədir, yoxsa Ümumiyyətlə- ki, kimisi şəxsi fikridir. Ümumiyyətlə müştəri ilə işləmək bir psixoloji bir elm kimi bir şeydir. Çünki həqiqətən də hər bir müştəri özünə görə rəngləri var. Mən illərlə öncə müştərilərlə işləmişəm və orada da görürdüm ki, amma bizə onda o sloqanı öyrətmişlər ki, müştəri всегда prав. Mənə də öyrədiblər. Hər zaman düzdür, həqiqətən, amma bəzən çox doğru vurğulayırsınız ki, heç nədən müştərinin o qədər böyük kaprisləri olurdu da və elə illərlə o biz artıq müştəriləri analiz etməyə başladıq. Sizin işdə də elədir. Siz artıq bilirsiniz, daxil olan müştərini, danışmağa başlayan müştərini bilirsiniz ki, artıq nə demək istəyir. Amma Biz bu artıq belə deyək də, mən
mən müştərini artıq kitab kimi oxuya Bəli, bilərəm. amma bu günlərim öz işinizə güvənərək bunu ifadə etməyiniz çox gözəl bir Hətta bilirsiniz necədir? Bu ümumiyyətlə qida sektoru elə bir belə deyək də titiz bir sektordur ki, əlbəttə. çox belə Çox, həssas bir sektordur ki, geyim məsələn elə bir şeydir ki, bu dəstəyə qoyurlar vitrinə, xoşu gələn alır, xoşu gəlməyən aymır, ya vizual olaraq gözü ilə. Burada artıq dil, ağız dadı, damaq dadı girir ortalığa. Məsələn, mən düşünürəm ki, müştəri əgər çox həddindən artıq kaprizlidirsə, əgər özünün məsəl üçün elə müştərilər insan olaraq mən ona bir şey deyə bilmərəm. İnsan olaraq gigiyenasına düşkündür, hər yerdə titiz. yemir. Məsələn tutalım deyirəm, göyərtini 10 dəfə yuyur, təmizləyir və yaxud da ki, fərqi yoxdur. Yəni həddindən artıq çox titiz, həssas yanaşır da yemək məsələsinə. O insanlar evdən kənarda yeməməlidirlər. Düzdür. Mən yəni bunu burdan yəni birbaşa o müştərilərə də, o insanlara da ötürməyə çalışıram ki, ciddən yəni bunu gələn müştərilərə də mən hər zaman bildirirəm. Olubmu elə bir şey? Olur, əlbəttə olur. Məsələn, gəlib deyirlər ki, göyərtini yaxşı yumusunuz. Yəni bu veriləcək sual deyil. Mən hər bir halda onu lap çirk yusam belə, qumlu qalsa belə mən onu deməyəcəm. Düzdürmü? əlbəttə. Mənə görə o təmizdir. Düzdür? əlbəttə. Mənim təmizlik anlayışımla sizin təmizlik anlayışınız üst-üstə düşməyə bilər. Mən təmizlik standartlarına uyğun, bəli, biz orada gigiyenaya riayət eləyirik, təmizliyə bacardığımız qədər riayət eləyirik. Amma əgər bir müştəri məsələn gəlib deyirsə, "A, yox, mən bir neçə saat onu məsələn paraşoklu suda saxlayıram və sair və ilaxır." Sirkəli suda. İnsanlardır da, məsələn, onlar çox belə həssas yanaşırlar hər bir şeyə. Ay, əlivi ora vurdun, əlcəyi ora dəydi, onunla verməyin və s. və ilaxır. Mənə elə gəlir ki, o müştərilər o cürünə əgər həssas yanaşırlarsa, onlar ümumiyyətlə kənardan heç bir şey alıb yeməməlidirlər. Yəni məsələ budur ki, əgər siz öz həddindən artıq çox gigiyenanıza düşkünsünüzsə, mənə elə gəlir ki, heç kim öz mətbəxindən çıxmamalıdır yemək məsələsində. Bir həyat yoldaşını itirmiş qadın olaraq çox çətinlər görmüsünüz bu son illərdə. Sizi izləyən həyat yoldaşını itirmiş qadınlara burada bu podkast vasitəsilə nə deyə bilərdiniz? Və 2020-ci ildəki Sona xanıma, indiki yox, o 2020-ci ildəki Sona xanıma bir cümlə ilə nə bildirərdiniz? 5 il bundan öncə xoşbəxt qadından istəmsizcəsinə güclü qadın obrazına sürüklənmiş biri olaraq mən yalnız və yalnız xanımlara belə bir məsləhət verə bilərəm. Belə böyük çıxmasın. Bir bacı kimi, necə bir xanım kimi məsləhət olardı ki, doğru bildiyiniz yolda addımlayın. Kənarda deyilənlərə qulağınızı kar eləyirsiniz. Həyat bizə yaşatdığı bütün sürprizlərə rəğmən çox gözəldir. Biz bunu yaşamalıydıq, yaşadıq və davam eləməliyik. Hansısa bir formada ayağa durmalıyıq, hansısa bir formada tutunmalıyıq. Tutunmaq üçün də mənə elə gəlir ki, hər kəsin öz səbəbləri var. Mənim səbəblərim mənim övladlarım idi. Mənim səbəbim mənim həyat yoldaşıma olan vəfa borcumdur. Mənim səbəbim həyat yoldaşımın adını daşımaq məcburiyyətindəyəm ki, məni cəmiyyətdə, küçədə, bacada, hər hansısa bir yerdə Teymurun həyat yoldaşıdır. Çünki deməyəcəklər Həsən ağanın qızıdır. Deyəcəklər ki, Teymurun həyat yoldaşıdır və deyirlər də. Yəni bu mənim ona borcumdur. Bizim zaten həyat yoldaşını itirmiş bir xanım olaraq həyata davam eləyiriksə günü bu gündə, biz bunu ilk olaraq həyat yoldaşımıza borcluyuq. Bu günümüzü, sabahımızı, gələcəyimizi, hətta keçmişimizi belə onlara borcluyuq. Əsla heç bir halda təslim olmasınlar. Həyatın enişində, yoxuşunda təslim olmasınlar. Çünki həyat gələcəkdə başımıza nələrin gələcəyindən biz bixəbərik. Bəlkə də ən gözəl günlər indən sonra olacaq. Allah bizi evladlarımızla sevindirəcək, onların uğurları ilə, öz uğurlarımızla, biznesdə olsun, işdə olsun, fərqi yoxdur, hər hansısa bir sahədə. Peki elə bir gözəl bir necə deyim, yol açılacaq ki, həqiqətən də insan deyir ki, günümüzə şükür eləməliyik. Bəli. Biz mövcud durumumuza şükür eləməliyik, davam eləməliyik. Bu dünya, bu həyat göz yaşını sevmir. Göz yaşlarımızı silib davam etməyə məcburiyyətindəyik. Doğru bildiyimiz yoldan da əsla və əsla
geriyə addım atmaq lazım deyil. Doğru bildiyimiz yolda zaten Rəbbimiz bizim üzərimizdədir. Haqq bildiyimiz yolda Allah Subhanahu taala bizim yanımızdadır. Yolumuzu şaşmadığımız müddətcə. Nə gözəl. Bəs 2020-ci ildəki Sonaxanıma nə deyərdiniz? İndiki Sonaxanıma fərqli olaraq. 2020-ci O fərqli ildəki Sonaxanım idi, bu Bəli, fərqli əlbəttə. 2020-ci ildəki xoşbəxt Sonaxanıma və belə deyək də, xoşbəxtliyi əlindən alınmış bir uşaq kimi həmişə özümü mən təsvir eləyirəm. Nə demək istəyərdim? Hər şey yaxşı olacaq. Şükür, təvəkkül həyatın məğzidir. Yaşamağımızın məğzi, yaşamağımız, amalımız bizim şükür və təvəkküldür. Vəssalam. Nə gözəl halaldır sizə. Mən sizə təşəkkür edirəm. Bizi podkastımızı dinləyən ümidvaram sizi kimi xanımlar sizi dinləyib öz yollarını tapacaqlar, öz hekayələrini artıq yazacaqlar. Bu gün biz çox gözəl sahibkar bir xanımın hekayəsini dinlədik. Təşəkkür edirəm. Növbəti podkastda görüşənədək.